Sujetimizlə davam edəcəyik. Ağaclar tikintiyə qurban gedirmi? Binəqədi rayonunda aparılan tikinti işləri ətrafında növbəti narazılıq yaranıb. Sakinlər iddia edir ki, inşaat zamanı ağaclara ziyan vurulur və ekoloji tələblər pozulur. Sözü gedən şirkət və dövlət qurumları bu barədə nə deyir? Ətraflı sujetimizdə biləcəyik. Onlar gələnə kimi artıq gec olurdu. Çəkmədə xaç. Binəqədi rayonu 9-cu mikrorayon Mir Mahmud Kazmovski küçəsində yaşayan sakin Rəşad Qurbanov iddia edir ki, tikinti işləri zamanı ağacları qəsdən zədələyiblər. Qazıntı işləri görülürdü və həmin qazıntı işləri nəticəsində ağacların köklərinə ziyan vurulmuşdu. Gizlətmək üçün taxta parçası ilə örtmüşdülər oranı. Bu hissədə də elektrik yardım stansiyası var və onun 5-10 metr yaxınlığında ev tikilir. Şikayətçi bildirir ki, tikinti sahəsindəki ağacların taleyi ilə bağlı ciddi narahatlıqlar var. Ekologiya əməkdaşları 30 gün uzadır, məsələn 30 gün uzadırdı və onlar gələnə kimi artıq gec olurdu. Onlar gəlirdi və iş artıq bitmiş olurdu. Məsələ ilə əlaqədar tikintini həyata keçirən şirkətə yaxınlaşdıq. Əvvəl çəkilişimizə mane olmağa çalışdılar. Çəkmədə xaç. Daha sonra içəri dəvət edərək müdiriyyətin məsələyə aydınlıq gətirəcəyi bildirildi. Yuxarı qalxar qardaşım. Yox, bura qalxın, mən aparacam da. İnşaat şirkətinin satış təmsilcisi əvvəl rəhbərliklə danışmalı olduğunu, şirkətin vəkilinin müsahibə verəcəyini bildirsə də, sonra bunun da mümkün olmayacağını dedi. Bugün müsahibə verməsi olmaz. Çünki bizim danışdıq, yox deyib bu şeydə. Siz danışırdınız. Mən dedim, təklif elədim, dedi ki, yox, vəkil danışdı. Onlar da mənim bilədim. Şirkətin məsul şəxslərindən biri kimi təqdim edilən Mehman adlı şəxslə telefon danışığı aparmağa çalışsaq da, təəssüf ki, telefon zənglərimiz də cavabsız qaldı. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirildi ki, daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı ərazidə ağacların kəsilməsi faktı aşkar olunmayıb. Lakin bir ayland və bir çınar ağacının yan budaqlarının ağacların inkişafına mane olmayacaq qaydada budandığı müəyyən edilib. Qeyd edək ki, sözü gedən ərazi ilə bağlı əvvəlki araşdırmalar zamanı ağacların qanunsuz kəsilməsi və zədələnməsi ilə bağlı 3 fakt müəyyən edilərək VIP Construction MMC barəsində protokollar tərtib olunub və materiallar Binəqədi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə şirkət 3000 və 35000 manat məbləğində cərimə olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, qeyd olunan ünvanda aparılan tikinti işləri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 22 dekabr 2021-ci il tarixində verilmiş tikintiyə icazə əsasında həyata keçirilir. Bəzən belə tikintilər olanda, ağacları o anda kəsmirlər, kökünü zədələyirlər, budaqlarını zədələyirlər, nəsə eləyirlər, onsuz da quruyur gedir də, sonra rahat olur onu kəsmək ki, bu quruyub gəlin bunu buradan yığışdıraq. Əgər belə bir haldırsa, bilmirəm, indi deyirlər ki, ziyan vurmayacaq şəkildə budanıb, orada oğlan da iddia edir ki, kökünü də zədələyiblər, olur görünən tərəf birdir, bir də görünməyən tərəfi var da, yerin altında olan hissəsi. Nə qədər görmək istəyirlər, nə qədərini görürlər, onu yaşayıb görəcəyik. Amma ümumilikdə bir şirkət haqqında 3 dəfə bu mövzuda xəbərdarlıq olunubsa, protokol tətbiq olunubsa, məhkəməyə gedibsə, deməli buradan nəsə xoşa gəlməz hallar var. Verilən cərimələr azdır ya da belə fikirləşir ki, onsuz da 3000-dir, 5000-dir pulunu verib həll eləyəcəm də. Düşünüb tapmaq lazımdır ki, neyiniyək ki, bir də təkrarlanmasın.